Doktor, fiziki aktivlik ürək-damar xəstələri olan insanlar üçün nə qədər faydalıdır? İnsan anadan olanda 3 şeyə tələbatla doğulur. Bir, hərəkətə tələbat birinci yerdədir. İkinci, yaşamaq tələbatı bundan ötürü su qəbul eləməlidir, yeməlidir, oksigen qəbul eləməlidir, hava qəbul. Bir də nəsil artırmaq tələbatı. Bunun biri ödənilməsə, ürək-damar xəstəlikləri qaçılmaz olur. Xüsusilə də fiziki aktivlik. Baxın, uşaq anadan doğulanda civək kimi hərəkət edir və onsuz onun inkişafı mümkün deyil. Amma kardiologiyada biz nə deyirik? Deyirik ki, ürək-damar xəstəliyi varsa, həftə ərzində 150 dəqiqə adi templi fiziki aktivlik lazımdır. Amma yaxşı olar ki, bu həftənin ən azı 5 günü. 2 günü intensiv olsun bu. İntensiv nədir? Yəni belə bir xüsusi meyar deyil. Biz təngi nəfəs olanda qırıq-qırıq danışırıq da. Bəli. Bu qırıq-qırıq danışıq həddinə çatdırmaq. Və çox sadədir. Yəni bir insanın 200-dən yaşını çıxırsınız. O fiziki aktivliyin dərəcəsi deyək ki 40 yaşı var. 160-a çatdısa ürək döyünməsinin sayı artıq yüklü, dayanmaq lazımdır və ya dincəlmək lazımdır. Amma çox qəribə bir paradoks var. Yəni deyək biri poçtalyondur da gün ərzində çoxlu hərəkət edir. Onda ürək-damar xəstəliyi çox olacaq. Əsas sakitlik, dinçlik vaxtında bulunan fiziki aktivlik